portret çəkmək modda indi. Və sən təsəvvür elə. Təsəvvür eləmirsən sən? Bir anlıq təsəvvür elə. Deməli, bəylə gəlin oturub. Bütün qohumlar deməli, hamısı əyləşiblər. Hanı? Qohumların da kim var toyda? Qonaqlar. Hamısı dayanıblar bəylə gəlin arxasında. Bunu 1-2 saat. Naturçu kimi tərpənmirlər heç kəs. Necə tərpənmirlər? 2 saat kimdə yanar? Mıxlanır orada. 1 saat 50 dəqiqə. 1 saat 50 dəqiqə. Ha, sonra. Çəkirəm onların cizgilərini, konturlarını götürürəm. Sonra deməli, aparıram masтерскоя. Maslında onu yaradıram. Düşdün. Sonra gəzir sərgiləri də. Louvre, Ermitaj. Aksiyonda əlimdən qapırlar. 6 milyon euroya. Sənin də doylon gəlir. Bəylə gəlin xoşbəxt olur. Nəsə başa düşürəm deyəsən. Deməli sən bu Slav oldu. Qasımla gəlinin şəklini, o məqrabanın şəklini bütün hər yana çəkib aparmaq. Mamanın canı üçün. Klyanus. Zalımın babası. Mən nə eləməliyəm da? Sən 50 dollar verməlisən, mən başlayayım fəaliyyətə. Razılaşdıq. Aspəktimdən baxan ki bilinirdik, sən çox... Başla fəaliyyətə. İntelligent adamsın. Oldu, başla fəaliyyətə. Sarış köməklə kişiyə. Nə gözəl toy yəsidir ha bu. Nə gözəl toy yəsidir bu kişi. Mən deyirəm də, bizim xalq çox mədəni xalqdır. Mənə burada ilik. Nə maraq deyirsən sifətimə kişi? Nə məsələdir? Oy, sən o yarıq deyilsən. Kişi, молодой человек, əvvəla yarıq yox, yarik. İstəyirsən qarıq ol. Mənim üçün heç bir tapotu yoxdur. Sən elə mənim üçün həmən adamsan. Sən mən qızımı yoldan çıxardıb evləndin, sonra boşamadın. Kişi, biz elə indi də birbirimizi sevirik. Svobodный любовь, müstəqil. O nə mənədir o svobodный любовь? Bilirsən necədir? Başla. O oyan da sevir. Mən də sizdə kətdə necə deyirlər? O anda sevir, mən də bağında. Yarıq. O anda sevirsən, bu anda sevir. Bəs bu uşaqlar anda qalırlar. Sən düzəlmədin də. Sənə o vaxtı kənddə mən başa sala bilmədim ki, bunlar hamısı ev, ailə, uşaq, bunlar hamısı abstraktıdır. Keçmişin qalığıdır. Yapışdıra oğlu, yapışdıra. Sənə də başladın. Bu keçmişin qalığıdır, onda bu toya nə üçün gəlmişsən sən? Bu toy köhnəlik qalığıdır. Dünyadan bir xəbər. Nə üçün gəlmişsən? Aksi, mən bura sənətkar kimi gəlmişəm. Dəvət aldım da gəldim bura mən. Eşəşdin? Sən görüm, mən sənin də cizgilərim çəkim burada. Bəylə gəlinin arxasında dayanarsan. Keçmiş tanışdığımızı xətrinə. Sənə bir cızıq çəkərəm bu saat 7 qat gəlçər. Boşu xoraq. Bu hidayətli adam dəymiş. Belə bir ki, adam çağırır. Yığışdır bu... Hətta pütürür bu. Niyə təqib burası? Bu nə deməkdir? Yığışdır bu çamadanlar bu buradan. Bu pomidor yeşil dövlə tepi yapırsan. Bu malbertdir, malbert. Nə bertdir özün bilərsən, yığışdır bu saat ələyəsən səni. Gölüçka! Sənin kimi adamların yeri bu mağarada, bu məclisdə ola bil. Gölüçka, Papuля qızıbdır. Əsəbləşmə. Qızıbışdırıb özünü. Ne понимает şutki. Başa saldı onu. Öz aslında başa saldı. Toya gəlmişik, papa. Toya gəlmişik. Zarapat eləyir. Zarapat eləyir desən. Demək şəhərdən məzə qurmuşsunuz bu zaman. Bəli. Məzə yox, zarapat. 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 Zarapat da. Onda nə? Onda gəlin elə hamımızı bir yerdə. Bayramınız mübarək. Bir daha oradan bakın. Badamı.
toyumuzda bəyimizin atasını dəvət eləyək. Hidayət müəllimi, Nabat xanımı və sözü verək bəyimizin atası Hidayət müəllimə. Bir almışlayalım. Evet benim gözünüz aydın olsun. Çok mübarek. Aynen bakalım. Gözünüz aydın olsun. Çok mübarek. Çok mübarek. Ay cemaat. Ay baba. Ben sizin hamınıza ürəkdən, dərindən öz minnətdarlığımı bildirirəm ki, mənim oğlumun, mənim balamın toyuna gəldiniz. Gün olsun biz sizin nəvələrinizin toyuna gələk. Sizin də uşaqlarınızın toyuna gələk. Gün olsun elə bu cavanların xeyir işlərinə gələk. Yeyək, içək, rəqs eləyək. Mən söz ustası deyiləm. Çox belə qəşəng sözlər də bilmirəm. Qısası belə deyirəm, pul xərcləyək də bunların toyunda. Elə deyilmi, Akçı? Deyirəm ki, toyumuz da mübarək. Novruzumuz da mübarək.